Salam uşaqlar, pul məsələlərinə aid sualların izahını verirəm. Baxaq görək çevirmələrimiz necədir. 4də 3 manat neçə qəpikdir deyir. Fikirləşirsiniz ki, 1 manatımız neçə qəpikdir? 1 manatınız 100 qəpikdir. Demək 100-ün 4də 3-ünü tapırıq. Ədədin hissəsini tapanda nə edirik? Birinci məxrəcə bölürdük, ikinci surətə vururduq. Yəni 100-ü böləcəksiniz 4-ə, vuracaqsınız 3-ə, cavab edəcək. 100-ü 4-ə böləndə edir 25, 25-i də 3-ə vuracaqsa edəcək 75. Demək 75 qəpik edir. Sonra keçək növbəti suala. Növbəti sualda. 5də 2 manatım neçə qəpikdir? Yenə fikirləşirik. 1 manatım neçə qəpikdir? 100 qəpikdir. 100-ün 5də 4-ünü tapırıq. 100-ü bölürük 5-ə, edir 20. 20-ni də 2-yə vururuq, edir 40. Demək, cavabımız olacaq 40 qəpik. Daha sonra, demək, birinci sualı bu qayda ilə həll edirik. Keçirik ikinci suala. Deyir ki, 317 qəpiyim manat və qəpiklə ifadə etmək lazımdır. 1 manatım neçə qəpikdir? 100 qəpikdir. Demək ki, 100-ün yanında neçə dənə sıfır var? 2 dənə. Demək, birinci qəpik də manata çevirəcəksiniz uşaqlar. Fikirləşirsiniz ki, 317-nin içində neçə dənə 100 var? 3 dənə 100 var. Yəni 3 manat 17 qəpik olur. Yəni bunu qısacası belə həll edə bilərsiniz. 3 manatı 100-ün yanında 2 dənə sıfır olduğuna görə 2 vahid geri qaydırıq. Demək ki, 2 dənə ədəddən sonra vergül qoyacaqsınız. Bu olacaq. Bu o deməkdir ki, 3 manat, birinci tam hissəmdir 3 manat, geridə qalanda sizin qəpik hissənizdir. Qəpik olacaq 17 qəpik. İkinciyə baxaq. Demək ki, 1083 qəpik. 1083 qəpik. Yenə 100-ün yanında neçə dənə sıfır var? 2 dənə sıfır var. Geridən 2 dənə ədəd götürürük. Öndə olan sizin manatınız, geridə olan qəpiyinizdir. Bu deməkdir ki, burada 10 manat 83 qəpik pul var. Digərlərini də bu qayda ilə həll edirik. Keçək üçüncüyə. Deyir ki, 4də 1 manatım neçə qəpikdir? Burada tam hissəm var və kəsr hissəm var. Bu nə deməkdir? Yəni, birinci 4 manatı qəpiyə çevirəcəksiniz. Daha sonra 4də 1 manatı qəpiyə çevirəcəksiniz. Fikirləşirsiniz ki, 1 manatınız neçə qəpikdir? 1 manatınız 100 qəpikdir. İndi baxaq, 4 manatım neçə qəpik olacaq? 4-ü 100-ə vuracaqsınız. Yəni, hər zaman bu 100-dən istifadə edəcəksiniz uşaqlar. 4-ü 100-ə vurursunuz, edir 400. 400 gözləyir. 400 üstə gəlir. İndi gəlin, kəsr hissəni də çevirək. Yəni, 100-ün, qaydırıq yenə 100-ün yanına. 100-ün 4də 1-ini tapırıq. Ədədin hissəsini tapanda nə edirdik? Məxrəcə bölüb, surətə vururduq. Bunu təkrar deyirəm ki, yaddaşınızda qalsın. 100-ü 4-ə böləcəksiniz. 25, 25-i də 1-ə vuracaqsa edəcək 25. 400-ün də üstünə 25 gələcəksiniz. Cavab edəcək 425. Bu da oldu bizim növbəti sualımız. Keçək 4-cü suala. Kəsrdir. Birinci çevirmələri edək. Daha sonra tənliyi həll edərik. Necə yəni? Yəni, x çıxaq. 4 manat 12 qəpiyi qəpiyə çevirir. 4 manat 12 qəpiyimiz 412 qəpik edir. Bərabərdir. 8 manat 63 qəpiyi də qəpiyə çevirsə eləcək 863. İndi işarəm çıxmadı da. Çıxma nə idi? Dəcəl oğlan idi. Birinci otağa baxırdıq. Birinci otaq. Əgər birinci otaqda ədəd yoxdursa işarəsini dəyişirik. Yəni x silindi. Bir dəqiqə yazım. X çıxaq 412 bərabərdir 863. X nəyə bərabər olacaq? İşarəsini dəyişəcək. 863 üstə gələk 412. X də bərabər olacaq. Demək 5, 7, 12. 1275 qəpik. Mən bunu deyirəm ki, manata çevir. Necə çevirəcəksiniz? Sondan 2 dənə ədəd götürürsünüz. Öndə olan manatınız 12 manat. Geridə olan qəpiyinizdir. Yəni 75 qəpik pulunuz qalıbdır. Daha sonra keçək növbəti suala. İkinci ədədə baxaq. 5-ci suala baxaq. Demək ki, uşaqlar, baxın. Bu belədir. X çıxaq. 5də 2 manat və 64 qəpik. Birinci ədədin hissəsini çevirək də. 1 manatım neçə qəpik idi? 1 manatım 100 qəpik idi. 100-ün 5də 4-ünü tapacaqsınız. Daha doğrusu, hadi 5də 4-ünü tapacaqsınız. 100-ü böləcəksiniz 5-ə, eləyəcək 20. 20-ni də 2-yə vuracaqsınız, edəcək
demək 80. Yox, 4-ə vurursunuz. 100-ü bölürsünüz 5-ə, edəcək 20. 20-ni 2-yə vuracaqsa, edəcək 40. 40 manat. Bir də burada 64 qəpiyim var. Bu bunun qalığıdır da. Burada 40 qəpik oldu. Burada da 64 qəpik oldu. Bunları üst-üstə gələcəksiniz. X çıxaq. 40-ın üstünə 64 gəlirsə, eləyəcək 104. Bərabərdir. Burada da çevirməni yerinə yetirək. 4-də 3 manatım. Baxın uşaqlar. 4-də 3 manatım. Buranı təmizləyim. 104. 1 manatım 100 qəpik idi. 100-ün 4-də 3-ünü tapırsınız. 100-ü bölürsünüz 4-də 25. 25-i 3-ə vuracaqsınız, eləyəcək 75. 75-in də üstünə 19 gəlirik. Çünki burada qalıq qəpiyimiz də var. 74-ün də üstünə 19 gələcəksə, eləyəcək 93. Daha doğrusu 94. Yaxşı. İndi burada x-i tapaq. X nəyə bərabər olacaq? 94 üstə gələk 104. X də bərabər olacaq 198-ə. Digərlərini də bu qaydada həll edirsiniz. Keçək növbəti suala. 6-cı suala baxaq. Aha. 5 kiloqram kartof. Bax, 5 kiloqram kartof 3 manat 50 qəpik olarsa. Bax, 5 kiloqramın verib. Deyək ki, 3 manat 50 qəpikdir. Bunu çevirək, 350 qəpik olacaq. 350 qəpik. Mən buradan 1 kiloqramı mütləq tapmalıyam ki, ondan sonra nə qədər desə, o qədər kiloqramı tapa bilim. 1 kiloqramım neçə qəpik olar? Çoxunu, bax, çoxunu verib, 1 kiloqramını sizdən istəyir. 1 kiloqramını istəyəndə həmişə nə edirdik? Bölürdük. Yəni 350-ni böləcəksiniz 5-ə, edəcək 70. Demək, 1 kiloqram kartofun qiyməti 70 qəpikdir. Deyir, 9 kiloqramı nə qədər olar? Yəni 1 kiloqramını tapdıq, birini verib çoxunu soruşur bizdən. 9 kiloqramını soruşur. Çoxunu soruşanda nə edirdik? Vururduq həmişə. Yəni 70-i vuracaqsınız 9-a, cavab eləyəcək 630. 630 qəpiyin variantda yoxdur. Manat və qəpiklə veribdir. Sondan 2 dənə ədəd götürürük. Öndə qalan manatımız, geridə qalan qəpiyimizdir. Yəni 6 manat 30 qəpik edəcək. Variant olacaq D variantı. Növbəti suala baxaq. 7-ci suala deyək, 4 kiloqramı 7 manat 40 qəpikdir. Yəni, çoxunu verib, biz 1 kiloqramını tapmalıyıq. 1 kiloqramını tapmaq üçün nə edirik? Həmişə bölürük. 740 manat və qəpik formasında vermişdik. Biz bunu çevirdik. Həmişə ən kiçik vahidə çeviririk. Yadınızda saxlayın. 740-ı böləcəksiniz 4-ə. Cavab edəcək 185. 185. Demək, 1 kiloqram almanın qiyməti 185 qəpikdir. Bəs 7 kiloqrama nə qədər olar? 1 kiloqramın bildik 185 qəpikdir. Çoxunu istəyirlər bizdən. 7 kiloqramı tapmaq üçün nə indi? Bax, çox deyirəm. Çoxunu istəyənə mütləq vurursunuz. 7-ni vuracaqsınız 800, 185-ə. Cavabını alsaz, o da sizin cavabınız olacaq. Sonra keçək növbəti suala.